Salam, biz bugün sizlərlə qədiyyaradan dərs 3-ə baxacağıq. Dərs 3-ün birinci ətraflı yazı alqoritmlə bağlı olan bir yazıdır və burada bizə deyir ki, 1-dən 100-ə qədər tək ədədlərin cəmini, cüt ədədlərin isə hasini çap edən alqoritmin sxemini qurun. İlkin olaraq biz burada başlanğıc fiqurunu çəkirik. Daha sonra isə 1-dən 100-ə qədər parçanı qeyd etmək üçün hesab bloku çəkib burada dəyişənlər verə bilərik. A bərabərdir 1, B bərabərdir 100. Yəni 1-dən 100-ə qədər burada qeyd edə bilərik. Daha sonra isə cəmini və hasini hesablamaq dediyi üçün yenə də burada 2 dənə dəyişən yaza bilərik hesab blokunda. Bunları bir yerdə də yaza bilərik. Belə parçalaya da bilərik. Cəm üçün yazaq C bərabərdir 0, hasi üçün isə H bərabərdir 1 yazmalıyıq. Çünki biz H-a 0 versək, onda bizim hesablamamız düz alınmayacaq. İndi isə gəlin burada biz şərt verək. 1-dən 100-ə qədər dediyi üçün A kiçikdir bərabərdir B verəcək. Kiçikdir bərabərdir niyə görə verir? Çünki 100 də daxil edək. Və A B-dən kiçikdirmi? Deyirik hə. Hə dediyim üçün yenə biz şərt verəcəyik. Bu zaman təki və cütü ayırd etmək üçün yazacaq bura A mod 2 bərabərdir 0. Əgər mod qalığı bildirir. Əgər mən A-nı 2-yə böldükdə qalıqda 0 alınırsa, deməli bu cütdür. Və biz burada hara gedirik? Hə qoluna. Yox, əgər qalıqda nəsə alınırsa hər hansı bir ədəd, bu zaman yoxa gedəcəyik. Əgər hə alınıbsa, hədə biz nə edirdik? Hasilini tapırdıq, düzdürmü? Hesab bloku çəkirik burada. Hasilini tapmaq üçün yazırıq H bərabərdir, H vurulsun A. Yoxda isə biz cəmləyirdik deyə, yox qoluna da hesab bloku çəkib, yazırıq burada C bərabərdir, C plus A. Sonra isə bu şaxələri bir xətt üzrə birləşdiririk. Daha sonra isə yenidən dövrə qayıtmalıyıq. Çünki biz 100-ə qədər bu parçanı icra edəcəyik. Və hər dəfə də A-nı artırmalıyıq. A-nı artırmaq üçün həmin bu xətt üzərində bir dənə hesab bloku çəkir. Orada da A bərabərdir, A plus 1 yazmaqla A-mızı artıra bilərik. Daha sonra isə deyəm ki, dövr bitdi. Dövr bitəndə isə biz burada yox qoluna gedirik və yox qolunda da nəyə çap edəcəyik? Hasilini və cəmini və burada da çıxış bloku çəkirik. H və C-ni yazaraq biz həmin nəticəni çıxarmış oluruq və sonda da son bloku çəkərək alqoritmi yekunlaşdırırıq. Keçək ikinci ətraflı yazıya. Burada deyir, daxil edilən natural ədədin rəqəmləri cəminin, ədədin özünə tam bölünmədiyini çap edən proqramı Python dilində yazın. İlkin o ədədimizi daxil edirik. N bərabərdir int input. Daha sonra burada ədəd üzərində dəyişiklik etdiyimiz üçün bu ədədin orijinalını saxlamaq üçün bir dənə C dəyişən yazıb ona da N-i mənimsədirik. Sonra isə burada bizə deyir ki, ədədin rəqəmləri cəm. Rəqəmlərini cəmləmək üçün isə S bərabərdir 0 mənimsədirik ki, burada S-də cəmləyəcəyik. Daha sonra while dövründən istifadə edirik. While n böyükdür 0-dan. Sonra isə burada aşağı gövdə düşürük. R dəyişəni daxil edirik. N faiz 10 yazaraq burada ədədin rəqəmlərini bir-bir parçalayacağıq. Və həmin parçalayacağımız ədədləri rəqəmləri S-də cəmləməliyik. S bərabərdir S plus R. Sonra isə burada dövrümüzün sonsuz alınmamağı üçün N-i hər dəfə azaltmalıyıq ki, N bərabərdir N 2 qat bölmə 10. Daha sonra bu dövr bitdikdən sonra N 0-a çatdıqdan sonra biz dövrdən çıxıb if-də nə edəcəyik? Burada bizə deyir ki, rəqəmləri cəmin ədədin özünə tam bölünürmü? Yəni, həmin bu cəmlədiyimiz cəmləməni S faiz C bərabər 0 edirik. Əgər burada S C-yə tam bölünürsə, bu zaman nə edirik? Yazırıq printə print bölünür. Daha sonra isə bölünmürsə else print bölünmür yazırıq və bununla da proqramı yekunlaşdırmış olduq. İndi isə keçək üçüncü ətraflı yazıya. Burada deyir ki, daxil edilən natural 3 rəqəmli ədədlərdən aşağıdakı formada yeni ədəd düzəlir. Burada natural 3 rəqəmli ədədlərdən söhbət getdiyi üçün biz for dövrünə istifadə etməliyik. For in range və aralıq 3 rəqəmli ədədlər üçün 100-dən 1000-ə kimi, yəni 1000 daxil olmur burada. Aralığı belə veririk. Sonra ədədin ilk və ikinci və üçüncü rəqəmlər cəmlənir dediyi üçün ilkin olaraq biz ədədlərimizi parçalamalıyıq. Bunun üçün R1 bərabərdir I 2 qat bölmə 100. Burada birinci rəqəmimizi çıxarırıq. R2 ikinci rəqəmini çıxarmaq üçün I 2 qat bölmə 10 faiz 10-a bölürük və burada ortadakı olan rəqəm çıxır. Sonuncu rəqəmi çıxarmaq üçün I faiz 10-a bölürük. Bununla da sonuncu rəqəmini çıxarmış olduq. İndi isə bizə deyir ilk və ikinci. R1 ilə R2-ni cəmləməliyik. Biz burada yəni A bərabərdir R1 plus R2. R2. Daha sonra ikinci və üçüncü dediyi üçün B bərabərdir
R2 plus R3. Sonra isə deyir, alınmış 2 ədəd artma sırasıyla düzülür. Bu zaman biz şərt verəcəyik. If əgər A böyükdürsə B-dən, bu zaman biz onları necə yazmalıyıq? Artma sırası ilə. Deməli, yazacaq burada C bərabərdir STR B plus STR A. Sonra isə deyir, alınmış 2 ədəd artma sırası düzülür və yanaşı yazılır. Bunu etdik. Əgər bunun tamı indi əksində yazmalıyıq biz. Çünki əgər A burada böyükdürsə, B ilə A cəmlənir. Else isə else yazacaq burada. Burada da tam əksi olacaq. C bərabərdir STR A plus STR B. Və bunu yazdıqdan sonra isə bizə deyir ki, burada 1217 alınırsa, yəni bu ədəd alınarsa, onları çap etməliyik. Həmin o rəqəmi çap etməliyik, eyni çap etməliyik. Bunun üçün də biz yenidən if şərti verməliyik. If əgər int C bərabərdirsə 1217 rəqəminə, biz onda nə etməliyik? Print nəyə çap etməlidir? I-ni çap etməlidir. Yazırıq print I. Nə üçün i-ni çap edir? Çünki biz burada ilk rəqəmimiz nədir? I rəqəmidir. Düzün i-ni alırıq. Deyəlim ki, burada 123 alırıqsa. Bunlardan, bu proseslərdən sonra bizə deyir ki, burada proqram bütün 3 rəqəmli ədədlər içərisində hansı ədədlərdən 1217 alınırsa onları çap etsin. Yəni biz burada print C yaza bilmərik. Mütləq print I yazmalıyıq ki, həmin ədədi ekranda göstərmiş olaq. Və bu da bizim sonuncu ətraflı yazımız idi. Videonun sonuna gəlib çatdıq. Səhifəni izləməyi və bəyənməyi unutmayın.